Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə qəbul imtahana düşmüş belə bir test tapşırığına baxacağıq. Bizə deyir ki, xəritə çıxımına əsasən cədvəldə verilən doğru sıraları müəyyən edin. Bizə ölkələr verilir və ölkələrə aid xüsusiyyətlər verilir. Biz də bu xüsusiyyətlərə uyğun doğru cavabları tapmalıyıq. Gəlin ölkələri tanıyaq. 1 nömrəli ölkə İraq, 2 Küveyt, 3 Səudiyyə Ərəbistanı, 4 Qətər, 5 Birləşmiş Ərəb Əmirlikləri, 6 isə Omandır. Deməli, 1 ilə 3 nömrəli ölkələrə verib ki, OPEC təşkilatının üzvləridir. 1 İraqdır, 3 Səudiyyə Ərəbistanıdır. Bəli, bu doğru fikirdir. Həm İraq, həm də Səudiyyə Ərəbistanı OPEC təşkilatının üzvüdür. Qeyd edim ki, OPEC təşkilatı nədir? OPEC təşkilatı əsasən nefti olan ölkələr qoşulurlar bu təşkilata və bu neftin alışı, satışı, qiymətinin müəyyən olması kimi bir qaydaların tətbiq olunduğu, müəyyən olunduğu bir təşkilatdır. Bir doğrudur. 2-də deyir ki, Küveytlə Qətərə deyir ki, doğumun azaldılması istiqamətində demoqrafik siyasət aparılır. Bu yanlışdır. Əslində inkişaf etməkdə olan ölkələrin əksəriyyətində demək olar ki, biz ümumi götürürük ki, doğumun azaldılması istiqamətində siyasət aparılır. Amma ki, Ərəbistan yarımadasındakı ölkələrdə bu istisnadır. Bunlar əksinə doğumun artırılması istiqamətində siyasət yeridirlər. 2 yanlışdır. 3-dən 6-ya, yəni Səudiyyə Ərəbistanı Omana deyir ki, günəş zenitdə olur. Bəli, hər iki ölkədə günəş zenitdə olur. Ərazilərindən deməli 23,5 dərəcəlik şimal enli, yəni şimal tropik xətti keçir. 4-də deyir ki, 3 və 5 Səudiyyə Ərəbistanla Birləşmiş Ərəb Əmirlikləri mütləq monarxiya ölkələrdir. Bəli, hər ikisi mütləq monarxiyadır. Qeyd edim ki, Ərəbistan yarımadasında olan ölkələrdən Yəmən respublikadır və digərləri isə monarxiya ölkələrdir və burada qeyd edeyim ki, Küveyt isə digərlərindən fərqli olaraq konstitusiyalı monarxiyadır. Amma digər monarxiya olanlar mütləq monarxiyadır. Əlavə qeyd olaraq. Əslində bizim cavabımız artıq tapdıq, D bəndidir. Digər bəndlərin niyə səhv olduğuna baxaq. 1 ilə 4-ə deyir ki, İraqla Qətərə deyir ki, iri kapital ixracatçılardır. İraq kapital ixracı deyil, 5 yanlışdır. 2 ilə 6-ya Küveytlə Omana deyir ki, əhalinin əksəriyyəti Hind-Avropa dil ailəsinə mənsubdur. Hind-Avropa deyil, bu region əhalisi əsasən Hami-Sami dil qrupuna, yəni Afro-Asiya dil ailəsinin Hami-Sami dil qrupuna aiddir. 6 da yanlış olduğu üçün doğru cavabımız 1, 3, 4 olacaq.